gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Qövsü Təbrizi buyurur ki, sərfə yoxdur aqibət binlikdə ey ərbab-ı əql. Kim təvəkkül eyləyən imdadi tədbir eyləməz. Yəni ey əql sahibləri, sonu görməkdə, uzaqgörənlikdə bir fayda yoxdur. Çünki təvəkkülün etdiyi yardımı tədbir etməz. Beytdə təvəkkül və tədbir təzadı var. Təvəkkül bir işdə Allaha arxalanmaq, onun qüdrətinə söykənməkdir. Tədbir isə insanın əqli ilə işin sonunu əvvəlcədən düşünməsi, qayğılanması və belə deyək, nələrisə düzüb qoşmağıdır. Əmir Əlişir Nəvai Məhbubul Qulub əsərinin təvəkkül bölümündə belə bir hekayət qeyd edir. Allah dostlarından Şeyx İbrahim İstənbə bir müridi ilə birgə təvəkkül qədəmi ilə, yəni özləri ilə heç bir şey götürmədən Kəbəyə doğru səfər edirlər. Şeyx müridindən soruşur ki, səndə nəsə ehtiyat bir şey varmı? Mürid cavab verir, yox, mən təvəkkül qədəmi ilə bu yola qoyulmuşam, məndə ehtiyat bir şey nə gəzir? Yenə bir neçə addım gedəndən sonra şeyx müridə deyir, sən özünü yaxşı-yaxşı yoxla, ehtiyat nəyin olsa, at ki, mənim ayağım ağır gedir. Bu dəfə mürid söyləyir ki, bir-iki ayaqqabı bağım var, çöl yolunda ayaqqabımın bağı qırılsa, bağlamaq üçün götürdüm. Şeyx deyir, hələ ki ayaqqabının bağı bütövdür, qırılmayıb ki. Deyir, bəli. Şeyx buyurur ki, onda artıq bağı at. Mürid danışır ki, atmamağa çarəm yox idi. Zərurətdən atdım. Yolda birdən ayaqqabımın bağı qırıldı. Dayanıb əlimi uzatdım ki, onu ayaqqabımdan çıxarım, atım. Və bu işdə şeyxə tənə edim. Bu zaman gördüm ki, ayaqqabımın yanında bir bağ düşüb qalıb. Mən təəccüblə o bağı ayaqqabıma bağladım və şeyxə çatdım. Haçan ki ehtiyac olurdu, o üsulla hazır bir ayaqqabı bağı peyda olurdu. Bu işdə mənim təvəkkülüm dürüstləşdi. Əl-qərəz, ey gözəl insan, təkcə öz məhdud əqlinə güvənib tədbir tökməyə qalxma ki, bu sənin məqsədə çatmağına mane olar. Tutalım, doğru qərar da versən, o yalnız Allahın hökmü ilə icra ola bilər. Təvəkküllə işi sonsuz qüdrət sahibi olan, o əqli də, o məqsədi də sənə bəxş edən yeganə varlığa həvalə et. Qəlbini tam aram tut ki, o sənə müvəffəq edər. Necə ki, özü bizə buyurur. فَإِذَا أَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ اِنَّ اللّٰهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ. Yəni, əzm etdikdə Allaha təvəkkül et ki, o təvəkkül edənləri sevər.